Mətbəx dolablarımı bu haldan bu hala necə gətirdim? Gəlib birlikdə baxaq. Gəlin bir neçə həftə öncəyə qaydaq. Deməli, mətbəx mebellərimin üzünü yeniləmək istirdim və ən asan yol olaraq vinili seçdim. Çünki ilk əvvəl fikirləşirdim ki, kraska ilə kraskalayım, amma düşündüm ki, ola bilər kraska orada tutmasın. Çünki kraskalamaq üçün ilk öncə mebellərin üzündəki boyanı çıxartmaq lazım idi. Altdan qaşıyaraq şirfovka eləmək lazım idi və sonra boyamaq lazım idi. O da məlum deyildi ki, boya necə olacaq, dayanıqlı olacaq, olmayacaq. Amma vinil digər kiraya qaldığımız evlərdə vinil vurduğum üçün artıq vinillə bələd idim və bilirdim ki, necə həm vurulma qaydasını bilirdim, həm də ki, istifadə qaydasını bilirdim. Və bu vinillərin hər birini vinil satışı səhifəsindən əldə eləmişəm. Çünki orada həm ucuz, həm də ki, keyfiyyətli vinillərdir. 1 metrəsini 3 manat əldə eləmişəm və bu da mənim üçün çox münasibdir. Digər səhifələrdə 7-8 manatdan başlayır hətta qiymətlər. Digər evimizdə dediyim kimi hətta 24 manata digər kiraya qaldığımız evdə mən bütün dolabların üzünü ağ eləyərək yeniləmişdim. Orada da çox gözəl idi. Sizlər də çox bəyənmişdiniz. Ona görə dediyim kimi vinil vurmağa qərara gəldik. Sonda isə qazı da dəyişdik və dəzgahın üzərində yoldaşım köməkləşdik. Onunla bərabər dəyişdik. Nəticə isə çox möhtəşəm oldu. Bu da sonluq. Fikirlərinizi yazmağı unutmayın. Hələlik.